Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif izə nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 36-dayıq. 4-cü monitorinqə keçdik. Bu videoda oxuyub anlama mətnlərini həll edəcəyik. Növbəti videoda isə bu monitorinqin riyaziyyat sualları olacaq. Mətnimizin adı robotlar. Robot nədir? Robot insan kimi müxtəlif işləri yerinə yetirən, avtomatik işləyən bir cihazdır. Robotlar proqramlaşdırılaraq müəyyən tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Bəzən onların içində süni intellekt olur ki, bu da onların daha ağıllı şəkildə işləməsinə kömək edir. Robotların növləri. İstehsal robotları. Bu robotlar fabriklərdə iş görür. Məsələn, avtomobil istehsalında və oyuncaq istehsalında istifadə olunur. Onlar çox tez və dəqiq işlər görür. Ev robotları. Bunlar evdə istifadə olunan robotlardır. Məsələn, toz soran robotları evinizi təmizləyir ya da mətbəx robotları yemək hazırlamağa kömək edir. Tədqiqat robotları. Bu robotlar yeni yerləri araşdırmaq üçün istifadə olunur. Məsələn, dənizlərin dibində və ya başqa planetlərdə. Yardım robotları. Bu robotlar yaşlı insanlara və ya əlillərə kömək edir. Onlar gündəlik işlərdə insanlara dəstək ola bilirlər. Robotların işləmə prinsipi. Robotlar adətən 3 əsas hissədən ibarətdir. Mexanizm. Bu hissə robotun hərəkət etməsini təmin edir. Təkərlər, qol və ya digər hissələr buraya daxildir. Sensorlar. Sensorlar robotlara ətrafdakı mühiti hiss etməyə kömək edir. Məsələn, bir robot qarşısında bir əşya varsa, bunu hiss edib dayanacaq. Proqram. Robotun nə edəcəyini müəyyən edən ağıllı hissədir. Burada robotun hərəkət etməsi və mühitdəki dəyişikliklərə necə reaksiya verməsi üçün məlumatlar yazılır. Robotların faydaları. Robotlar insanların bəzi işləri daha sürətli və dəqiq etməsinə kömək edir. Məsələn, toz soran robotu evinizi təmizləyir. Siz isə başqa bir işlə məşğul ola bilərsiniz. Robotlar yaşlı insanlara və ya əlillərə gündəlik işlərdə kömək edə bilir. Gələcəkdə robotların daha da ağıllı olacağı gözlənilir. Avtonom avtomobillər öz-özünə sürülən avtomobillərdir. Onlar nəqliyyat yollarında maneələri aşkar edə biləcək. Gələcəkdə daha çox ev robotu ortaya çıxacaq ki, bunlar bütün ev işlərini görəcək. Robotlar daha uzaq planetlərdə və ya hər hansı bir mühitdə tədqiqat aparmağa kömək edəcək. Robotlar insanın yerinə fərqli işləri yerinə yetirən avtomatik cihazlardır. Onlar həyatımızı asanlaşdırır, təhlükəsizliyi artırır və çoxlu maraqlı işlər görür. Gələcəkdə robotların iş sahələri daha da genişlənəcək və bizim həyatımıza daha da sıx şəkildə daxil olacaq. Bəli, mətni oxuduq, indi sualları cavablandıraq. Altından xətt çəkilmiş birləşməni hansı sözlə əvəz etmək olar? Baxırıq, altından xətt çəkilən ifadə müəyyən edəndir. Cümləni də oxuyaq ki, cümlədəki mənasını dəqiq bilək. Robotun nə edəcəyini müəyyən edən ağıllı hissədir. Aydınlaşdıran, düşünən, bilən, tapan. Bu cümlədəki mənası sırf aydınlaşdıran, yəni robotun nə edəcəyini aydınlaşdıran ağıllı hissədir. A variantı. İkinci suala baxırıq. Robotlarla bağlı səhv fikri seçin. Süni intellekt robotların daha ağıllı işləməsinə kömək edir. Bəli, robotlar yaşlı insanlara da kömək edir. Bu da var idi. Mətndə gələcəkdə robotların sayının azalacağı gözlənilir. Əksinə artacağı gözlənir. Bu səhvdir. Proqram robotun nə edəcəyini müəyyən edən hissədir. Bu da düzdür. Bu robotlar yeni yerləri araşdırmaq üçün istifadə olunur. Bu hansı robotlardır? Tədqiqat robotları. Mətndən də baxaq, tapaq həmin hissəni. Deməli. Baxın, burada tədqiqat robotları yeni yerləri araşdırmaq üçün istifadə olunur. Mətndən verilmiş cümlədə tədqiqat sözünün mənasını müəyyən edin. Robotlar hər hansı bir mühitdə tədqiqat aparmağa kömək edəcək. Araşdırma, müşahidə, hesabat, rəqabət. Bir mühitdə, yəni araşdırma aparmağa kömək edəcək tədqiqat. Araşdırma mənasındadır burada. Hansı bənddə məişət robotu təsvir edilmişdir? Toz soran, məişət, yəni evdə istifadə olunan robot. Burada toz soran uyğundur. Aşağıda hansı sözün izahı verilib? Öz-özünə işləyən, işi insanın köməyi olmadan görən. Bu avtomatik sözünün izahıdır. B variantı. Mətndə hansı suala cavab tapmaq olar? Robot batmış gəmiləri necə tədqiq edir? Bu yox idi mətndə. Dünyada ilk dəfə robotlar harada yaradılıb? Bu da yox idi. Robotun mexanizm hissəsinə nələr daxildir? Bu var idi.
İnsanlarla ünsiyyət quran, tədbirlərdə iştirak edən robotun adı nədir? Bu da yox idi mətndə. Cümlədəki adətən sözünü hansı sözlə əvəz etmək olar? Robotlar adətən 3 hissədən ibarətdir. Hətta bəzən əsasən başqa. Robotlar əsasən 3 hissədən ibarətdir deyə bilərik C variantı. 9-a baxırıq. Sensorlar robotlara nədə kömək edir? Hərəkət etməkdə, hiss etməkdə, reaksiya verməkdə, eşitməkdə. Düzgün cavab hiss etməkdə. Mətndə də var idi həmin hissə. Gəlin yenidən axtaraq. Sensorlar robotlara ətrafdakı mühiti hiss etməyə kömək edir. Mətnin sonuncu abzasında müəllif nəyi qeyd edib? Süni intellektin yaranma tarixini. Xeyr, belə bir şey yox idi. Süni intellektin gələcək inkişafını. Bəli, gələcək inkişaf haqqında yazılmışdı. Sonda süni intellektin işləmə prinsipi, süni intellekt proqramları, xeyr, bunlar yox idi. Nöqtələrin yerinə hansı fikir yazılsa tərkib hissələri arasında əlaqə pozulmaz. Nöqtələr orada yaşlı insanlara kömək edirdən sonra idi. Baxın, yaşlı insanlara və əlillərə gündəlik işlərdə kömək edə bilir. Bundan sonra nə deyə bilərik? Baxaq. Robot bir çox dildən tərcümədə işçi deməkdir. Xeyr, bu həmin yerə uyğun deyil. Planetimizi bürüyən zəhərli qazlar da robotlar üçün ziyansızdır. Bu da uyğun deyil. Əlbəttə, robotu insana və ya heyvana bənzətmək düzgün olmazdı. Bu da uyğun deyil. Robotlar insanlar üçün yorucu olan işləri yerinə yetirməyə kömək edir. Bəli. Burada da köməkdən söhbət gedirdi. Ona görə bu uyğundur, əlaqə pozulmaz. Süni intellekt robotlara nədə kömək edir? 3 hissəyə ayrılmaqda, emosional duyğuları anlamaqda, daha ağıllı işləməkdə, müstəqil düşünməkdə. Düzgün cavab daha ağıllı işləməkdə mətndə yazılmışdı. Baxaq. Bəzən onların içində süni intellekt olur ki, bu da onların daha ağıllı şəkildə işləməsinə kömək edir. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? İnsanlar robotların köməyi ilə öz işlərini daha sürətli görə bilirlər. Bu düzdür. İnsanlar hətta öz evlərində də robotlardan istifadə edirlər. Bəli, bu da var idi mətndə. Gələcəkdə robotlar insan həyatı üçün təhlükə yaradacaq. Xeyr, bəlkə də yaradacaq, amma bu mətndə yox idi. Gələcəkdə robotların gördüyü işlər daha da genişlənəcək. Bəli. Yardım robotları hansı məqsədlə istifadə olunur? Uşaqlara oyun öyrətmək üçün. Xeyr, yaşlı insanlar və əlillərə gündəlik işlərdə kömək etmək üçün. Bəli, bayaq da oxuduq həmin hissənin yarısını. Deməli, buradadır. Yardım robotları, bu robotlar yaşlı insanlara və ya əlillərə kömək edir. Yardım etmək zaten onsuz da kömək etmək deməkdir. Robotların mexanizmi nəyi təmin edir? Onların gücünü, hərəkət etmələrini, sensorla ünsiyyətini, proqramın işləməsini. Mexanizmi nəyi təmin edir? Bunu mətndən dəqiqləşdirib tapaq. Mexanizm hərəkət etməsini təmin edir. Mətndə var idi. Görək hansı variantda. Hərəkət etməsinin B variantında verilib. Bəli, informativ mətnlə əlaqəli suallarımız bitdi. İndi keçirik bədii mətnə. Mətnimizin adı Unudulmayan dərs. Azərbaycan dili dərsi idi. Şagirdlər ev tapşırığı olaraq verilən inşaları oxuyacaqdılar. İnşanın mövzusu belə idi. Həyatınızda unudulmaz bir anı təsvir edin. Ev tapşırıqlarını açın, dedi müəllim və növbə ilə ucadan oxumağa başladılar. Əvvəlcə Məhəmməd oxumağa başladı. O sevimli oyuncağının necə sındığından danışdı. İnşası bəyənilmiş və alqışlarla mükafatlandırılmışdı. Sonra Nigar inşasını oxudu. Onun inşası da yüksək qiymətləndirildi. Beləliklə hər kəs yazdığını oxuyurdu. Kimisi keçən il itirdiyi quşdan, kimisi xəstələnən nənəsindən, kimisi də şeir yarışında birinci olmağından danışırdı. Hamısı da zəhmətlə yazılmış gözəl yazılar idi. Növbə Zəhrada idi. Vaxt itirmədən yazdıqlarını oxumağa başladı. 5 yaşında balaca uşaq idim. Məktəbə qədərlər sinifində oxuyurdum. Təhsil həyatım başlamışdı. Hal-hazırda 4-cü sinifdə oxuyuram. Məktəbə başladığım ilk gündən bu yazını yazdığım ana qədər məktəb həyatımda dəyişməyən tək bir hadisə vardı. Anamın eyvana çıxıb məni yola salması və mən gözdən itənə qədər arxamca baxması. Bu mənə həmişə fərqli bir güc və inam verirdi. Amma bir gün anamın ən sevmədiyi hərəkəti etdim. Yalan danışdım. Kiçik bir yalandır deyə düşünmüşdüm. Halbuki anam yalanın böyüyü kiçiyi olmaz dedi və məndən incidi. Səhərə qədər kədərdən gözümə yuxu getmədi. Səhər məktəbə getmək üçün evdən çıxdım. Gözücü eyvana baxdım. Anam yox idi. Mən qəsdən addımlarımı yavaşlatdım ki, bəlkə anam baxar. Amma o eyvandan baxmadı. O gün mənim üçün bitmək bilmədi.
Məktəbdən tez qayıdıb anamdan üzr istəmək üçün can atırdım. İndi düşünürəm ki, anam yaxşı ki, məni o gün yola salmayıb. Çünki o gündən sonra nəinki yalan danışmağı düşünmək belə ağlımdan keçmədi. Zəhranın inşasını müəllimi və dostları çox bəyənmişdi. Onu ayaqüstü alqışladılar. 100 bal aldı və birinci seçildi. Hamıya təşəkkür edib dedi. İndi düşündüm ki, anam o gün məni yaxşı ki, yola salmayıb. Həm yalan kimi pis bir xüsusiyyətdən qurtuldum, həm də inşam üçün mövzu tapıb 100 bal aldım. Yaxşı ki varsan anacan. Bütün sinif bu dəfə gülərək alqışlayırdım. Zəhranın anası onu yola salmamışdı. Çünki Zəhra artıq böyümüşdü. Özü tək gedirdi. Anası Zəhradan incimişdi. Zəhra həmin gün məktəbə getməmişdi. Zəhra anasının onu yola salmağını istəməmişdi. Düzgün cavab anası Zəhradan incimişdi. Zəhra yalan danışdığına görə. Mətndə əsas fikir nədən ibarətdir? Hər bir şagird ev tapşırığını yerinə yetirməlidir. Xeyr, bu deyil mətndəki əsas fikir. İnsan etdiyi səhvlərdən nəticə çıxarmağı bacarmalıdır. Bəli. Bu mətnə uyğundur. O da yalan danışmışdı və bu yalan nəticə çıxartmışdı. Anasının ona verdiyi dərsdən nəticə çıxartmışdı, bir də yalan danışmamışdı. Şagirdlər məktəbə tək gedib gəlməyi bacarmalıdırlar. Bəzən kiçik yalanlar danışmaq olar, xeyr. Bunlar mətnə uyğun deyil. Mətndə işlənmiş yola salmaq ifadəsini hansı sözlə əvəz etmək olar? Ötürmək, danlamaq, qarşılamaq, düşünmək. Yola salmaq ötürməklə yaxın mənalıdır. Mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Bütün sinif gülərək qarşıladı. Bu ən axırda olacaq. Deməli, ya B variantıdır, ya C variantıdır. Çünki belə mətnin də sonuncu cümləsi idi. Hər kəs sırayla öz inşasını oxudu. Bu əvvəllərdə idi. Zəhranın inşası müəllimi və dostları tərəfindən bəyənildi. Zəhra vaxt itirmədən yazdıqlarını oxudu. Əvvəlcə hər kəs yazdığını oxuyur. Sonra Zəhra vaxt itirmədən yazdıqlarını oxuyur. Və Zəhra oxuyandan sonra müəllimi və dostları tərəfindən bəyənilir və ən sonunda bütün sinif gülərək qarşılayır. 2, 4, 3, 1. O da 2, 4, 3, 1. C variantındadır. Altından xətt çəkilmiş sözü hansı sözlə, hansı ifadə ilə əvəz etmək olar? Yalan kimi pis bir xüsusiyyətdən qurtuldum, ad qazandım, xilas oldum, etiraz etdim, nəticə çıxardım. Yalan kimi bir pis xüsusiyyətdən xilas oldum deməkdir. Mətndə hansı suala cavab tapmaq mümkündür? Müəllim şagirdlərə ev tapşırığı olaraq nə həvalə etmişdi? İnşa yazmağı tapşırmışdı. Bunun cavabı var. Ümumiyyətlə bu sual yanlışdır. Burada cavab tapmaq mümkündür, yox. Mümkün deyil olmalıdır. Çünki burada A variantında cavabı var. B'nin də cavabı var. Həyatınızda unudulmaz bir anın nəyə mövzusu idi? İnşa mövzusu idi. Zəhranın həyatında dəyişməyən hadisə hansı idi? Baxın, o da burada var. Deməli, həyatımda dəyişməyən tək bir hadisə vardı. Anamın evdən çıxıb məni yola salması və s. Yəni, bunun da cavabı var. Amma Zəhranın danışdığı yalan nədən ibarət idi? Bunun cavabı yoxdur. Mətndə belə bir obraz yoxdur. Nazlı, Məhəmməd, Nigar, Zəhra. Zəhra təbii ki var idi. Mətnin əsas qəhrəmanı idi. Digər adlardan baxaq burada kimlər var idi. Deməli, Məhəmməd var idi. Nigar da var idi. A variantındakı yox idi. Yəni, Nazlı. Cümlədə altına xətt çəkilmiş sözün izahını seçin. Ev tapşırığı olaraq inşaları oxuyacaqdılar. İnşa sözünün izahını tapmalıyıq. Şagirdlərin verilmiş mövzu üzrə öz düşüncə və biliklərini nümayiş etdirdikləri sərbəst yazı işi. Bəli, düzgün cavab elə A variantıdır. Savadlı yazma öyrənmək məqsədi daşıyan yazı işi növü, şagirdlərin dinlənilmiş mətni öz sözləri ilə yazdıqları yazı işi, sözlərin nizamlı, müəyyən qayda ilə düzüldüyü bədii əsər, xeyr, bunlar deyil. Zəhranı kədərləndirən əsas məqam nə idi? Məktəbə tək getməsi, anasının ondan inciməsi, nənəsinin xəstələnməsi, qoşunu itirməsi, düzgün cavab anasının ondan inciməsi. Anasının inciməsindən sonra Zəhranın keçirdiyi hissi necə adlandırmaq olar? Təəccüb, fərəh, sevinç, qüssə. Qüssə, yəni kədər, qəm mənasındadır qüssə. Zəhranın yalan danışdığını biləndə anasının ilk reaksiyası nə oldu? Zəhradan incidi. Yalanın böyüyü kiçiyi olmaz dedi. Zəhranı yola salmadı. Bütün gecə Zəhra ilə danışmadı. Deməli, o da buradadır. Halbuki anam yalanın böyüyü kiçiyi olmaz dedi və məndən incidi. Deməli, əvvəlcə yalanın böyüyü və kiçiyi olmaz dedi. B variantı.
Hansı epizod Zəhranın peşman olduğunu göstərir? Kiçik bir yalandır deyə düşünür. Kədərdən səhərə qədər gözünə yuxu getmir. Anasının ən sevmədiyi hərəkəti edib yalan danışır. Anası həmin gün onu yola salmadığı üçün sevinir. Səhərə qədər gözünə yuxu getmir. Bu onun peşman olduğunu göstərir. Mətnin ikinci abzasını hansı cümlə ilə genişləndirmək olar? Anam mənə bu hərəkəti ilə çox gözəl dərs verdi. Bundan sonra anamın sözündən çıxmayacağam. Qərar qəbul edəndə anamla məsləhətləşəcəyəm. Verilmiş tapşırıqları vaxtında yerinə yetirəcəyəm. Bura daha uyğundur. Anam mənə bu hərəkəti ilə çox gözəl dərs verdi. Hansı hərəkət Zəhraya aid deyil? Yalan danışdı. Birinci seçildi. 100 bal aldı, mükafat aldı. Mükafat almadı, 100 bal aldı. Həm də birinci seçildi, həm də yalan danışmışdı. İnşasının da əsas mövzusu idi. Mətndə tünd qara hərflərlə verilən ifadənin mənasını müəyyənləşdirin. Baxaq, tünd qara rəngdə nə verilib burada? İnam, güc və inam verdi. Baxaq görək hansı variant uyğundur. Ədalət, ümid, etibar, mərhəmət. Burada ümid verdi deyə bilərik. Onun inam verdi sözünün əvəzinə. Ədalət verdi, etibar verdi, mərhəmət verdi deyilə ifadə olmur. Amma ümid verdi ola bilər. Bəli. Monitorinq 4-ün 4 idi, bu 3 idi. 4-ün Azərbaycan dili suallarını, yəni mətnə aid sualları bitirdik. Növbəti videoda riyaziyyat suallarını həll edəcəyik. Sağ olun, yeni videolarda görüşərik.